Sertifikasiya imtahanına hazırlaşan müəllimlər özləri də repetitor yanına gedirlər. Yəni bu müəllimlər özləri tədris etməli olduqları fənləri repetitordan öyrənirlər. Maraqlıdır. Dərsi necə keçirlər və bunun mənfi, müsbət tərəfləri nələrdir? İzləyək reportajı. MİQə hazırlaşan müəllimlərin özləri də repetitor yanına gedirlər. Belə olanda sual yaranır. Müəllim tədris etməli olduğu fənni kimdənsə öyrənirsə, şagirdə dərsi necə deyəcək? Təhsil eksperti Rizvan Fikrətoğlu deyir ki, bu kifayət qədər normal haldır və mənfi hal kimi qarşılanmamalıdır. Əgər bir müəllim təcrübəli müəllimdən öz sahəsi üzrə yeni biliklər əldə edirsə, biz onu mənfi qarşılamamalıyıq. Amma əgər həqiqətən də söhbət müəllim sahəsini bilmirsə, ümumiyyətlə sahəsindən belə deyək, uzun illər əvvəl bitirib və yaxud da ki, universitetdə biz bilirik ki, öz fənnini, həmin orta məktəb fənləri tədris olunmadığına görə müəllimin daha təcrübəli müəllimdən dərs öyrənməsi, onun bilik və bacarıqlarını mənimsəməsi burada pis bir hal yoxdur. Təhsil eksperti buna səbəb kimi sertifikasiyanın MİQin sual tiplərinin fərqli olmasını göstərib. O, həmçinin bu halın mənfi cəhətinə də toxunub. Amma sadəcə olaraq burada mənfi görünən nədir? Ola bilsin ki, həqiqətən də müəllim sadəcə əzbərləyirsə, verilən tapşırıqları sadəcə imtahandan keçim xatirinə oxuyursa, müəyyən bal toplayıb, mən müəllim statusu alım və yaxud da sertifikasiyadan keçim, bu prinsiplə öyrənirsə, bu mənfidir. Yəni, burada əsas məsələ müəllimin təkcə biliyi öyrənməsi deyil, onun ötürülməsidir, şagirdlərə çatdırılmasıdır. Müəllim burada daha yüksək olmalıdır, müəllim burada daha seçilən olmalıdır. Rizvan Fikrətoğlu'nun sözlərinə görə önəmli olan keyfiyyətli öyrənmək və tədris etməkdir. Belə olan halda isə əldə olunan biliklər hər zaman məhsuldar olacaq. Arzu Xəylova, Sadiq Kərim.